Üzü bir yerge hazır bulamısın mı? Video yollaptı. Şu videonu koyup verişini talep kıldı. Şunun için Raprullah hocam, Azerbaycan mesulü, Şarkı Türkistan sürgündeki hükümetininki. Şu video ses kaydı hazır koyulsun. Günaydın değerli dostlar. Doğu Türkistan'ın bakımsız olduğu 1930-1944 illerde İslam cürətinin kurulmasını təbrikləmək üçün toplantı iştirakçılarını ürəkdən salamlayıram. Məni dəvət etdiklərinə görə Seyid Tarançı bəyin, Abdurrahim Can bəyin, Abdülkadir bəyin simasında bütün toplantı iştirakçılarına öz derin teşekkürümü bildirirəm. Hem de derin teşekkürümü mən bildirirəm Yaponiya dövlətinin Tokyo nümayəndəliyinə ki, o bizim dostlarımız üçün belə bir tədbirin keçirməsi üçün şərait yaratmışdılar. Belə bir dövlətin tariximizdə olması bu bizim kanuni haqqımızdır. Doğu Türkistan öz tarixi dövlətçilik ənənələrinə görə, tarixdə oynadığı rola görə, elmdə, mədəniyyətdə, incəsənətdə göstərdiyi tarixi fəaliyyətinə görə o baxımsızlıq dövlətçilik qurmaq üçün dünyanın haqları ilə bir sırada özünü təmsil etmək hüququna malikdir. Biz Doğu Türkistan'ın problemi həll edilmədən Türk dünyasının bütövlüyə çatmasına biz heç vaxt belə deyək ki, tam hesab edə bilmirik. Təşəkkür edirəm mən sizə. Ürək dolusu. Orada olmasam da ürəyim, canım, qanım sizin yanınızdadır. Bir parça şeirlə də istəyirəm mən bu məclisə öz təbrikimi yekunlaşdırım. Deyir Tanrı Türk'ün dayağı, güneş hakkın çırağı, arxamda el dayanıb, önümdə Tanrı dağı. Sıxır məni bu durum, bağımsız dövlət qurum. Hələ dünya eşitmir, hələ darda uyğurum. Sağ olun, var olun, təbrik edirəm. Bakı şəhəri, Rafael Qəribli. Bizni uzaktan qollab, üzü keləmisimi videoluk ses avazını avetken ve bizge rahmetini bildirgen, özünün Şarkı Türkistan davasının içinde özünün bağlılığını bildirgen çoğumuz yani hocumuz Raprullah hocamga Allah'ın rahmeti olsun, uzun ömürler ata kılsın.